Ermənistan Silahlı Qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%, Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olmuş, 700 min nəfərə yaxın həmvətənimiz öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və Respublikanın 62 şəhər və rayonlarında 1600-dən çox obyektdə müvəqqəti məskunlaşmışlar. Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 20 min Azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdu. Bunların 30%-dən çoxunu isə uşaqlar təşkil edir. Xalqımızın çox əsirlik tarixində onun başına çox bəlalar gəlib. Neçə-neçə müharibələr görüb, neçə-neçə yadelli işğalçı hücumlarla qarşılaşıb. Lakin heç zaman əyilməyib, sınmayıb. Vətən, torpaq qeyrəti onu ayağa qaldırıb. Azadlıq və istiqlal savaşlarında şücaət, mərdlik, qəhrəmanlıq göstərib. Azərbaycan torpağı, odlar yurdu, öz varlığını məhz igid, mərd oğullarına arxalanmaqla qoruyub saxlayıb. Bugün müstəqil, suveren dövlət kimi dünya birliyində layiqli yerini tutmağa müvəffəq olub. Odlar yurdu Azərbaycan adlanan məmləkətimizin öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən cinayətlərə, təcavüzə, terrorizmə qarşı xalqımız səfərbər olub, vətən, millət naminə düşmənlə ölüm-dirim mübarizəsinə qalxdı. Torpağımıza erməni təcavüzü Dağlıq Qarabağ ərazisindən kənara çıxıb, ətraf rayonlar üçün də ciddi təhlükə törədildi. Yurdumuzun vətənpərvər oğulları bu təhlükənin qarşısını almaq, müstəqilliyi əldə etmiş Respublikanın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün düşmənlə döyüşlərə atılırdı. Nizami Məmmədov da özünü belə mərd oğullardan biri kimi göstərdi. Bu döyüşlərdə fərqlənənlər çox olubdur. Və onların içərisində Azərbaycanın ən yüksək mükafatı Azərbaycanın milli qəhrəmanı adına layiq görülənlər olubdur. Siz onlardansınız. Azərbaycanın milli qəhrəmanları və milli qəhrəmanların, şəhid olmuş milli qəhrəmanların ailə üzvləri, valideynləri. Vətən uğrunda, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir. Onların xatirəsi bizim üçün əzizdir. Onlar bizim üçün unudulmazdır. Azərbaycan Respublikası Prezidentinin fərmanı. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, vətənimizin torpağının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşı Məmmədov Nizami Muradoğluna Azərbaycanın milli qəhrəmanı fəxri adı verilsin. Ölümündən sonra Bakı şəhəri 8 oktyabr 1992-ci il. Nizami 1958-ci ildə Dağlıq Qarabağın Xan kəndi şəhərində dünyaya göz açıb. Dədə babalarının ənənələrinə sadiq bir övlad kimi tərbiyə alıb. Ailədə üç uşaq olmuşuq. 2 qardaş, bir bacı. Nizam bizim böyüyümüz idi. 4 nömrəli Nizam Gəncəvi adına 4 nömrəli orta məktəbdə oxuyurdu. O üçümüz də o məktəbi bitirmişik. Xankəndində çünki bir dənə orta məktəb olub. Nizam Gəncəvi adına. Hələ uşaqlıq dövründən danışım sizə. Futbola çox həvəskar uşaq idi. Bizə meşə yaxın olduğuna görə günümüz meşələrdə keçərdi. Oyununu oynayardıq, güləşərdik.
Həm uşaqlıq dövrdə. Mən deməli Xan kəndində Nizam müəllimlə bir yerdə böyümüşəm, uşaqlıqdan, uşaq dövründən var. Orta məktəbdə bir yerdə oxumuşuq. Bir məhəllədə böyümüşük, oynayanda bir yerdə oynamışıq, dalaşanda bir yerdə dalaşmışıq. Uşaqlığımız bir keçib. Onun böyük həvəsi vardı polisə düzəlsin. Orta məktəbi bitirdikdən sonra İrkutsk vilayətində hərbi xidmətdə qulluq edib. Xidmətini başa vurduqdan sonra Xan kəndi şəhərinə qayıdıb. Nizami Məmmədov milis olmaq arzusu ilə Bakı xüsusi milis məktəbinə daxil olub. Təyinatını Xan kəndi şəhər polis şöbəsinə alıb. Şöbədə növbətçi köməkçisi işləməyə başlayıb. 88-də fevralda mitinglər başladı. Mitinglər get-gedə gücləşdi. Ermənilər Afkom dedilər, indi icra hakimiyyəti dedilər. O vaxt Afkomun qabağında böyük mağaralar idi. Bütün Dağlıq Qarabağda olan ermənilər yığıldı ora. Hamısı yığılırdı ora, miting çıxırdılar ki, Ermənistanla birləşəcək. O vaxtları daha doğrusu biz Azərbaycanlılar daha doğrusu heç inanmırdıq ki, Sovet hökumət dağılacaq. Biz elə o vaxtlar xidmətimizi necə lazımdır, hökumət tərəfdarı kimi aparırdıq. Biz inanmırdıq ki, bu hökumət dağılacaq, biz inanırdıq ki, bunların qarşısını alacaqlar. Və axır elə gəldi ki, bu gedişi bunlar bizdən də qabaq bilirdik ki, Sovet hökumət də dağılacaq, Lenin partiyası da ləğv olacaq. Ona görə də onlar hamısı bilirdi, bizə qarşı pis münasibətdə idilər. İşdən qovurdular, heç nəyə görə, bəzilərini çıxartmışlar daha doğrusu. Çox keçmir, Xan kəndində milli münasibətlərin gərginliyi başladı. Elə bu gərginliklə də bağlı o Şuşa şəhər polis şöbəsinə təyin olundu. O vaxt təşkilat komitəsi yaratmışdılar. Təşkilat komitəsi də məcburi cəmaatı ilə çıxartdı deyilsə. Biri Şüyə, biri Ağdama, biri nə bilim, hara imkan tapdı orada etdi də kim. Biz də məcbur olduq, qalxdıq Şüyə. Nizami Məmmədov ilk döyüş strateji əhəmiyyəti olan Qarabağın kəndlərindən başladı. Malıbəyli, Qala Dərəsi əməliyyatında, eləcə də Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirdi. Bir sıra kəndləri düşmən torpağından azad etməklə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Onun bir şey var ki, o istəyir ki, ermənilər onu tanısın. Qoy ermənilər bilsin ki, bunları kim öldürər. Qalxırdı ayağa, açıq döyüş aparırdı. Ki, bunu görsünlər ki, bu adam Xan kəndindən olan Nizamidir. Bu, bunlardan qisas alır. O həyatı boyu elə bir ki, öz həyatının yarısını itirmişdi. Nəyinsə itirmişdi. Həyatı boyu istəyirdi ki, o müharibə eləsin, döyüşsün, qisas alsın. Ona görə ki, onun torpağı, evi, eşiği, hamısı ermənilərin əlində idi. Artıq Qarabağ torpağı özünün təzadlarla dolu günlərini yaşayırdı. Torpaqlarımızın erməni təcavüzünə məruz qalması, yüz minlərlə adamların öz doğma yurdlarından didərgin salınması onun qəlbinə bir ağrı gətirdi. Axıdılan nahaq qanlar, işğal olunan torpaqlarımızın ağrısı qeyrətli oğullarımızı intiqama, qisasa səslədi. Bunun döyüşü çox ağır keçirdi. Həftə ilə, ayla bu evə gəlmirdi. Bu Daşaltı əməliyyatın döyüşü vaxtı, Allah rəhmət eləsin, Salatın Əsgərovu, o vaxtı onların maşını vurulanda, Daşaltı Qala Dərəsi yaxınlığında vurulmuşdu bunlar. Nizami ermənilərlə elə əlaqə yaratmışdı, elə danışmışdı ki, onlar hiss eləməmişdi, bazı Azərbaycanlıdır ki, bunu çıxarsın, bu maşını buradan çıxarsın, onlar elə keçməsin. Çıxardıb Şuşa xəstəxanasına gətirəndən sonra bilmişdilər ki, Nizami Azərbaycanlıdır. Qorxanlar döyüş müfanına yollanmazlar deyirlər. Canında, qanında vətən qeyrəti gəzdirən Nizami Məmmədov silaha sarıldı. Silahın boz üzünü düşmənə çevirəndə rahat nəfəs aldı. Vətənə layiqli oğul olmaq üçün taleyin bu imtahanından uğurla çıxmağın vacibliyini anladı. Anladı ki, vətən onun kimi oğullara arxalanır. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti, igidliyi ilə seçilən Nizami Məmmədov Şuşa şəhər polis şöbəsinin bombalanmasında ömrünü başa vurdu. Bu gün Azərbaycanın milli qəhrəmanı Məmmədov Nizami haqqında
danışırıq. Nizami bizdən əvvəl daxili işlər orqanlarına xidmətə qəbul olmuşdu. Həmin günü martın 29 o şəhid olduğu gün deyərəm ki, bəlkə də Qarabağda gedən ən ağır döyüşlərdən biri olmuşdu. Çünki döyüşün özü elə bir şəraitə keçirdi ki, haradasa Tokkuya qədər orada qar vardı, o ərazidə. Bizim aldığımız məlumata görə 120-dən artıq, 120-127 arası deyilir, erməni orada məhv olmuşdu, məhv edilmişdi bizim döyüşçülər tərəfindən. Həmin günü bizim 3 nəfərimiz şəhid oldu, milli qəhrəmanımız. Tabil Həsənov, Nizami Məmmədov və Sadıq Hüseynov. Dedim, mən çıxmayacağam, torpağı almayınca çıxmayacağam. Qarabağ cəmaatı gəlir, torpaq qoruyur, mən torpağımı qoyub getməyəcəm. Axırı məni martın 8-də çıxartdılar. Hamısı deyirdi, bayram payı saxlayırıq atamıza. Gecə gördük, meydin gəldilər. O, yurdumuzun yüzlərlə qəhrəman oğulları sırasında əbədiyyata qovuşdu. Onun bu dünyada bir yığın arzuları, sevdiyi narahat vətən göyləri, ömür gün yoldaşı, 3 övladı qaldı. Özü ilə apardığı isə doğma vətən yolunda tarixə yazılan, ömrün şah zirvəsi sayılan Azərbaycanın milli qəhrəmanı fəxri adı oldu. Xalqımızın öz müstəqilliyi, milli azadlığı, torpaqlarımızın erməni hərbi təcavüzündən qorunması uğrunda mübarizəyə qalxanda bir daha göstərdi ki, nə qədər güclü təzyiq olsa da onun iradəsini sındırmaq mümkün deyil. Xalqımız əmindir ki, onun ədalətli mübarizəsi qələbə çalacaq. Tezliklə ərazi bütövlüyümüz tam bərpa olunacaq. Müstəqil Azərbaycan daha da inkişaf edib möhkəmlənəcəkdir. O illərin, o günlərin mübarizəsi, şəhid olmuş igid, qəhrəman oğullarımızın xatirəsi heç vaxt unudulmayacaqdır. Yağan torpağım, məhəbbət ocağım, ülfət ocağım, ay mənim hamıya bar verən bağım, ah çəkmə buludlar yanar.